Dilin mənşəyi. Yəqin ki, bu barədə düşünəndə çoxumuzun ağlına ilk gələn şey təkamüldür. Elə deyilmi? İbtidai səslər, mırıltılar. Amma bəlkə də hekayə heç belə deyil. Bəlkə də dil, kainatın özü qədər qədim, bizə verilmiş ilahi bir hədiyyədir. Gəlin, bu inanılmaz, həqiqətən də heyrətamiz məzəriyyənin dərinliklərinə birlikdə baş vuraq. Həqiqətən də bu sual bəşəriyyətin ən böyük sirlərindən biridir. Yəni bir düşünün, biz necə oldu ki, sadəcə bir neçə səsdən bu qədər mürəkkəb fikirləri, ən dərin duyğuları, böyük hekayələri ifadə edən bir sistem yarada bildik. Bax, bugün biz o öyrəşdiyimiz cavabların hamısından kökündən fərqlənən bir ehtimal araşdıracağıq. Deməli, qarşımızda iki tamamilə fərqli hekayə var. Bir tərəfdə bizə məktəbdən, kitablardan tanış olan o materialist nəzəriyyə. Yəni, insan meymundan təkamül etdiyi, işlədiyi əmək prosesində də dil yarandı. Aydındır. Amma o biri tərəfdə bambaşqa bir iddia var. Deyir ki, yox, dilin kökləri kainatın yaradılışına gedib çıxır. Odur ki, hər şeyi düzgün anlamaq üçün gəlin zamanı geri çəkək, lap başa, hər şeyin başladığı o kosmik ana. Çünki bu hekayə bilin ki, təkcə dilin hekayəsi deyil. Bu, elə varlığın özünün hekayəsidir. Baxın, mənbəmizə görə hekayə belə başlayır. Deməli, ulu yaradan öz saf nurundan ilk varlıqları, yəni ağ geyimliləri yaradır. Amma onlara verilən o güc bəzilərini, deyək ki, yoldan çıxarır, bir qürura sürükləyir. Onlar özlərini az qala yaradanla bir tutmağa başlayırlar. Təbii ki, bu qüsur təmizlənməli idi və bunun üçün çox uzun bir səyahət başlayır. Bu səyahətin son dayanacağı isə bizim planetimiz, yer kürəsi olur. Bax, bu sözlər əslində bütün münaqişənin mərkəzində dayanır. Ulu yaradanın bu kəlamı yaradanla yaradılan arasındakı o dəqiq sərhəddi cızır. Və məhz bu həqiqəti unutduqları üçün də ağ geyimlilər yerə bir növ sürgünə göndərildi. Və beləliklə hekayəmiz kosmosdan birbaşa bizim planetimizə enir. Təsəvvür edin, o vaxtlar yer kürəsi hələ tam formalaşmamış, ibtidai bir dünya idi. Bu varlıqlar üçünsə hər şeyin sıfırdan başlayacağı bir yer idi bura. Bəli, yer kürəsinə göndərilən o müqəddəs varlıqların, başqa sözlə desək, bizim ulu babalarımızın sayı məhz buydu. Cəmi 10 nəfər. Bəşəriyyətin yeni hekayəsi məhz onlarla başlayacaqdı. Amma məsələ burasındadır ki, onların hər biri dünyanın tamamilə fərqli bir nöqtəsinə göndərilmişdi. Biri Qafqaza, biri Hindistana, o biri Amerikaya, digəri Afrikaya. Hər biri bir-birindən xəbərsiz, tamamilə təcrid olunmuş bir vəziyyətdə idi. Bir təsəvvür edin. Onlar yerə enəndən sonra planetin özü hələ də formalaşmağa davam edirdi. Sular yavaş-yavaş çəkildi, quru parçaları peyda oldu və sonra birdən planetin dərinliklərindən o müqəddəs odlar gəldi. Yəni bildiyimiz vulkanlar. Onlar püskürərək bütün o yeni dünyanı lərzəyə gətirdi. Deyilənə görə bu o ilahi varlıqların yer üzündə hiss etdikləri ilk qorxu hissi idi. Və minilliklərlə davam edən bu tənhalığın ardından hekayədə yeni, tamam başqa bir səhifə açılır. Həmin 10 müqəddəsin hər birinə bir yoldaş, yəni bizim 10 ulu nənəmiz göndərilir. Beləcə, ilahi planın növbəti mərhələsi başlamış olur. Mənbəyə görə çox maraqlı bir məqam var burada. İlk övladlar bildiyimiz kimi kişi ilə qadının bioloji birliyindən yaranmır. Yox, onlar birbaşa ulu yaradanın bəxş etdiyi bir hədiyyə idilər. Yəni, ilahi planın bir parçasıydılar. Yaxşı, indi gəlib çıxdıq hekayəmizin kulminasiya nöqtəsinə. Bütün bu kosmik dünyəvi hadisələrdən sonra axı dilin özü necə, hansı şəraitdə yarandı? Artıq ailələri var idi, amma hələ də bir-birlərindən ayrı düşmüşdülər. İşlərindən isə bir-birlərini tapmaq, yenidən bir araya gəlmək, o bütövlüyü bərpa etmək istəyi yaranmışdı. Bax, məhz bu axtarış dilin doğulması üçün o ilk qığılcımı yandırdı. Bu an əslində çox poetik təsvir olunur. Onlar axtardılar və nəhayət bir-birlərini tapdılar. Bax, həmin o görüş anında o böyük ünsiyyət ehtiyacından elə söhbətin öz içindən söz yarandı. Yəni, bu nəzəriyyəyə görə dil icad edilmədi, kimsə onu oturub fikirləşmədi. O sadəcə bir ehtiyacdan, bir görüşdən, birliyə olan o böyük arzudan öz-özünə təzahür etdi. Bax, bu kəlamda nəzəriyyənin əsasını, fundamentini ortaya qoyur. Söz, insanların icad etdiyi bir şey deyil. O, əzəldən bəri mövcud olan ilahi bir qüvvədir. Sadəcə, doğru an gəldi, müqəddəslər bir araya toplandı və o qüvvə özünü büruzə verdi. Yaxşı, bəs bütün bu kosmik hekayənin bugün bizim üçün nə mənası var? Mənbəyə görə o ilahi mənşənin izləri hələ də bizim mədəniyyətimizdə, adət-ənənələrimizdə, hətta varlığımızın ən dərin qatlarında yaşamağa davam edir. Götürək elə Novruz bayramını.
Bu nəzəriyyəyə görə qaladığımız tonqalın istiliyi vara, o planetimizin ilk yaranış anını xatırladır. O közün ağ rəngi isə yaradanın nurunun simvoludur. Hətta o partlayan daşlar belə deyilir ki, böyük partlayışın çox uzaq bir əks sədasıdır. Yəni bir sözlə, bu adətlər sadəcə ənənə deyil, bunlar bizim unudulmuş kosmik yaddaşımızın canlı qalıqlarıdır. Hətta bu nəzəriyyə bizim bildiyimiz təkamül anlayışına da tamamilə fərqli bir məna yükləyir. Burada söhbət fiziki bir dəyişimdən, yəni meymunun insana çevrilməsindən getmir, əsla. Əsl təkamül ruhun təmizlənərək, saflaşaraq öz ilkin mənşəyini, yəni birbaşa yaradana doğru etdiyi o mənəvi səyahətdir. Və nəhayət ölüm. Bu nəzəriyyəyə görə ölüm qətiyyən bir son deyil. Bu sadəcə ruhun, yəni o ilkin nur zərrəciyinin öz fiziki bədənindən ayrılıb əsl evinə ulu yaradanın huzuruna qayıtmasıdır. Başqa sözlə, səyahət başladığı yerdəcə tamamlanır. Və beləliklə, bütün bu izahat bizi çox fundamental bir sualla üz-üzə qoyur. Bir anlıq düşünün, əgər istifadə etdiyimiz hər bir söz bizim öz ixtiramız deyilsə, əgər onun kökləri ilahi bir mənşəyə gedib çıxırsa, onda biz danışanda əslində hansı qüvvəni hərəkətə gətirmiş oluruq? Bu həqiqətən də üzərində dərindən düşünməyə dəyər bir sualdır.